Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Habibina habibe Ebil Qasim Muhammed ve ala alihi tayyibine tahirinel ma'suminel muntecebin. Hoş gördük sizləri, əziz qardaş və bacılarımız. Mübarək 8-ci İmamımız Aleyhisselatü Vesselamın məhzərindən, müqəddəs məhzərindən salamlayırıq sizi, duacıyıq. Keçən dərsimizin davam olaraq elm haqqında sizin xidmətinizdəyik. Bugünkü dərsimizdə mübarək Quran-ı Kərimin və İslam dininin və İslam məktəbinin elm haqqında buyurduqlarını nəzərdən keçirəcəyik. Gəlib bura çatdıq ki, Həzrəti Həqqi Teala Peyğəmbərə deyir ki, nəmlə quru eyni deyilmi? Xeyr, arasında fərq var. Və heç bir məktəb İslam məktəbi qədər elm və mərifətə qiymət verməyib. Və heç bir din İslam dini qədər xalqı cəhalət qorxusundan da agah etməyibdir. Ta bura qədər gəlib çatdıq. Əvvəla, mən keçən dəfə qeyd elədim ki, elm yəni nə? Bir miqdar qeyd elədim. Bir miqdarda inşallah bu fəsillərdə, gedişatda inşallah sizin xidmətinizə çatdıracaq. Əvvəla, İslam dini özü elə elm dinidir. Və Cabir ibn Həyyamdan tutmuş, Əl-Birunidən tutmuş, bu Əl-Sinadan tutmuş, yəni İbn Sinadan tutmuş, böyük və mütəfəkkir insanlar, riyazatçılar, astronomlar və təbabət elmində ən şah əsər olan şəxsiyyətlərdən hamısı, bunlar hamısı toplum şəkildə İslam dinindən bəhrələnmişlər. Və indiki elmi texniki tərəqqi dövrünə baxmayaraq, yenidən bizim həkimlərimiz, o gözəl qardaşlarımız və bacılarımız ki, tibbi oxuyurlar, İbn Sinanın kitablarından oxumasalar, onların tibbi bihudədir, faydasızdır, faydalı deyil. Yəni, ən dərin təbabət barəsində elm İbn Sinanın kitablarında qeyd olunub. İbn Sina kimdir? İslam alimlərindəndir, müsəlmandır. Və müsəlmanlardan və ümumiyyətlə dünyada ilk dəfə qlobus belə də yer kürəsinə oxşadıb və onu yaradanlardan biri də Əl-Birunidir. Cabir ibn Həyyan da ki, bilirsiniz də, riyaziyyat elmində şah əsəri var. Bunların hamısının ustadı Həzrəti Muhammed və Ali Muhammed əleyhissalatu vesselam olub. Yəni Həzrəti Əli əleyhissalatu vesselamın sifarişi ilə, göstərişi ilə ya vasitə ilə, ya vasitəsiz müsəlmanlardan, insanlardan fayda aparanlar olub ki, onlar ta indiyə qədər də insanlara fayda verir, onların əsərləri. Amma İslam dininin özünün bizə tövhə versin deyənə, yəni istir elmi araşdırmalarda və yaxud da digər fəzalarda bizə fayda versin deyənə nə kimi rolu var? Əvvəla, İslam elmi bütün dəyərlərin, yəni İslam dini elmin bütün dəyərlərini əsas tutur. Yəni İslam elmi bütün dəyərlərin əsası və kökü, cəhalət, bütün fərdi və ictimai fəsadların mənşəyi və mərkəzidir. Əvvəla, bunu qeyd edim ki, əgər biz elmin bütün dəyərlərini, elmin bütün əsaslarını, kökünü özündə əxs etdirən, özündə sığışdıran hər bir belə deyək, fakta baxsaq, görərik ki, başında İslam dayanır. Yəni, onun örnəyi, həmən bu alimlərin özünün örnəyi
İslamdır. Vasitə ilə ya vasitəsiz. Ona görə də qeyd olunur ki, İslam bütün dəyərlərin, ilmin bütün dəyərlərindən tutmuş, həm də ilmi dəyərlər fərq eləməz. Bütün bu dəyərlərin əsası və kökü, cəhalət isə bütün fərdi və ictimai fəsadların mənşəyi. Bu barədə İslam dini bizə dəfələrlə xəbərdarlıq eləyib ki, cəhalət üzündən görərsən alimlər də elə alimlər var ki, elmləri var, amma öz mənəviyyatından, öz fitrətindən xəbərsizlər. Quran-ı Kərimdə onları Allah Taala dörd ayaqlı heyvanlardan da aşağı səviyyədə bizə çatdırıb, tanıtdırıb. Kəl-ən'am deyir orada Allah Taala. Bu kəlmə onu nəzərə çatdırır ki, insan nə qədər elmli olsa da, o qədər gələr təvazökar olsun və Allahı tanısın və özündən qorxsun. Allahdan qorxmaq lazım deyil. İnsan əgər özündən qorxsa, öz nəfsindən qorxsa, özünü qorursa, Allah da onun üçün ən ali və ucqa bir nöqtədə olacaq və ona qibtə eləyəcək. İnsan Allaha qibtə eləyəcək. Yəni Allaha ibadət və itaat eləyəcək. Allah da belə deyək, Hüseyn ibn Əli əleyhissalatü vesselamın o mübarək şəhadətini fərəhlə bütün məxluqatlara göstərəcək. Bəs İslam dini elmin başında, cəhalət isə bütün fərdi və ictimai fəsadların mənşəyidir. Vəssalamu aleykum və rəhmətullah.